1953-cü il mart ayı. Dünyanın ən qorxulu liderlərindən biri SSRİ rəhbəri Yosif Stalin iqamətgahında yerdə uzanmış vəziyyətdə. Bu yuxu deyildi. Bu ölümün başlanğıcı idi. Bəs bu ölüm necə baş verdi? Bu videoda Stalinin müəmmalı ölümü ilə bağlı ən güclü versiyaları araşdıracağıq. Araşdırmaçıların sözlərinə görə martın 1-də beyninə qan sızmış diktator saatlarla belə vəziyyətdə qalmışdı. O hərdən sol əlini qaldırıb kömək istəsə də onu heç kim görməyib. Diktatorun mühafizəçilərindən biri Stalinin saatlarla gözə görünməməsindən şübhələnib içəri girdikdə onu yerdə uzanmış vəziyyətdə görür. Lakin mühafizəçilərin həkim çağırmağa ixtiyarı yox idi. Buna diktatorun əlaltısı Lavrenti Beriyanın icazəsi lazım idi. Bir neçə saat axtarılan Beriya isə müəmmalı səbəblər üzündən yoxa çıxmışdı. Nəhayət onu tapırlar. Diktatorun qonaq otağına gələn Beriya, "Görmüsünüz, yoldaş Stalin yatıb. Onu narahat etmək olmaz" deyərək SSRİ rəhbərinə tibbi yardım göstərilməsi təklifini rədd edir. Halbuki Stalinə tibbi yardım hava su kimi lazım idi. 11 saatdan artıq hərəkətsiz qalmış diktatora çox gec tibbi yardım göstərməyə qərar aldılar. Lakin artıq gec idi. Stalin martın 5-də axşam saat 21:50 radələrində dünyasını dəyişir. Qeyd etdiyimiz kimi, bir çox versiyalar SSRİ-nin ən uzun müddətli rəhbərinin sui-qəsd nəticəsində öldürüldüyünü deməyə əsas verir. Araşdırmaçılar hesab edir ki, diktator xələfi SSRİ-yə Stalindən sonra rəhbərlik etmiş siyasi rəqibi Nikita Xruşovun xüsusi planı ilə öldürülüb. Sonralar Xruşovun bəzi cinayətləri sələfin üstünə yıxması bunu deməyə əsas verir. Bəzi araşdırmaçılar isə hesab edir ki, diktatorun ölümünün əsas səbəbkarı onu vaxtında tibbi yardımdan məhrum etmiş, habelə digər müəmmalı məsələlərdə əli olan Lavrenti Beriya olub. Amerikalı tədqiqatçılardan birinin Stalin müəmmalı ölümü ilə bağlı apardığı araşdırmada iştirak edən diktatorun qızı Svetlana Alluliyeva, yaxın qohumları, Nikita Xruşovun nəvəsi, habelə digər şəxslər Stalinin Beriya tərəfindən aradan götürüldüyünü vurğulayıblar. Diktatorun qızı Svetlana Alluliyeva xatirələrində yazır: "Atam can verərkən dəhşətli mənzərə yaranmışdı. O birdən gözlərini açdı. Ətrafındakilərin hamısını diqqətlə nəzərdən keçirdi. Birdən sol əlini qaldırdı." Svetlana Alluliyeva atasının sol əli ilə kimisə hədələdiyini, yaxud nəyəsə işarə etdiyini vurğulayır. Diktatorun bu hədəsi ilə Beriyanı nəzərdə tutması da həqiqətə ən yaxın versiyalardan biridir. Yer gəlmişkən qeyd edək ki, Xruşov və digərləri Lavrenti Beriyanın can verən Stalini bir neçə dəfə təhqir etməsinə dair xatirələr də var. Stalinin öldürülməsi ilə bağlı digər versiyalar da mövcuddur. Məsələ burasındadır ki, diktatorun rəqibləri onun müəmmalı vəfatından az əvvəl SSRİ rəhbərini sadiq, etibarlı əlaltılarını da şərləyib həbs etdiriblər. Belə şəxslərdən biri də general-leytenant Nikolay Vlasik idi. Diktatorun müəmmalı ölümündən cəmi 3 ay əvvəl, 1952-ci ilin son günlərində 21 il ərzində SSRİ rəhbərinin şəxsi mühafizəsinin rəhbəri işləmiş general-leytenant Nikolay Vlasik şəhərlənərək həbs olundu. General öz həbsinə "Mən olmayandan sonra Stalin də olmayacaq" mesajı ilə reaksiya verdi. O, diktatorun aradan götürməsi yolunda əsas maneə idi. General Vlasikin bu xəbərdarlığı özünü çox gözlətmədi. Cəmi 3 ay sonra doğrudan da Stalin yox idi. SSRİ rəhbərlə vida mərasiminə qatılan oğlu Vasili Stalin atası ilə vidalaşmağa general forması ilə gəlmişdi. SSRİ-nin ən gənc generalı ağlayır. Tez-tez gözlərinin yaşlarını silərək "Yaramazlar, sevinin, atamı öldürdünüz" deyirdi. Diktatorun bir sıra müəmmalı məsələlərdən agah olan övladı atasının müəmmalı ölümündə onun düşmənlərinin, siyasi rəqiblərinin olduğunu iddia edirdi. O, həmçinin bununla dövlət rəsmiləri Nikita Xruşova, Lavrenti Beriyaya, Georgi Malenkova geniş meydan açıldığını da başa düşürdü. SSRİ-nin ən gənc aviasiya generalı olmuş Vasili Stalin atasının ölümü ilə özünün də aradan götürüləcəyini aydın şəkildə anlayırdı. Elə belə də oldu. Atasının müəmmalı ölümündən cəmi 53 gün sonra Vasilini həbsxanaya saldılar. Diktatorun ölümü ilə bağlı son dövrlər ortaya çıxan maraqlı versiyalardan biri Stalinin sənədlər, kitablar vasitəsilə zəhərlənməsidir. Çünki əleyhdarları SSRİ rəhbərinin sənədləri barmağının dili ilə tez-tez isladaraq çevirdiyini çox yaxşı bilirdilər. Bəzi araşdırmaçılar Stalin vərəqələrinə zəhər hopdurulmuş sənədlər vasitəsilə zəhərlənməsi ehtimalını da irəli sürürlər. Bir sıra tədqiqatçılar isə diktatorun tərkibinə zəhər qatılmış mineral su ilə zəhərləndiyini iddia edirlər. Yeri gəlmişkən, bu versiyada da ağlabatan məqamlar çoxdur. Məsələn, ilk öncə qeyd edək ki, diktatorun mədəsində problemlər olmasına baxmayaraq tez-tez narzan mineral su içirdi. Onun vəfatı günü Kunsevadakı bağ evinin mətbəxində 3 butulka mineral su vardı. Lakin həmin müddətdə həmin qablardan biri müəmmalı şəkildə yoxa çıxdı. Bu, məhz Stalin istifadə etdiyi su idi.
digər 2 şüşə qab isə tarix muzeyinə göndərildi. Diktatorun ölümündə xarici faktorlarda vurğulamaq yerinə düşər. Məsələ burasındadır ki, Seri rəhbəri vəfatından bir neçə həftə əvvəl xarici diplomatlardan biri ilə söhbətində canavarların onun qanına susadığını vurğulamışdı. Həmin dövrdə isə Amerika Mərkəzi Kəşfiyyatının dünyanın bir çox ölkələrinə yayılmış agentlərini canavar adlandırırdılar. Sadalananlar onu deməyə əsas verir ki, Stalin həmin dövrdə rəsmi mətbuatın, dövlət nümayəndələrinin bəyan etdiyi xəstəlik səbəbindən deyil, müəmmalı ölümlə aradan götürüldü. Vaxtilə 30 milyona yaxın Seri vətəndaşını repressiyaya məruz qoymuş, milyonlarla insanın həyatının sonuna girmiş diktator yalnız cismani deyil, siyasi cəhətdən də məhv edildi. Çox keçmədən onun dövlət və xalq əleyhinə cinayətləri aşkarlandı. Nəşi mavzoleydən çıxarıldı. Oğlu Vasilini həbsxanalarda çürütdülər. Qızı Svetlana isə vətəndən xaricə üst tutmağa məcbur oldu.